رب العالمين وصلى الله على محمد وآله الطاهرين ولعنة الله على أعدائهم أجمعين من الآن إلى قيام يوم الدين. أعوذ بالله من الشيطان الرجيم. ذرهم يأكلوا ويتمتعوا ويلههم الأمل فسوف يعلمون. Sadaqallahul aliyyul azim. Əziz və möhtərəm müminlər, tilavət etdiyim ayə Hicr surəsinin 3-cü ayəsidir. Uzun arzular barəsindədir ki, insan bəzən uzun-uzadı arzular edir və heç vaxtda həyatda o arzularına yetişə bilmir. Qur'an-ı Kərim o arzular barəsində buyurur ki, ey Peyğəmbərim, qoy yesinlər, içsinlər, bəhrələnsinlər və arzular onların başlarını qaçsın, tezliklə biləcəklər. Arzu dedikdə ümid nəzərdə tutulmur. Ümid yaxşı şeydir. Hz. Peyğəmbərimiz buyurur ki, əgər ümid olmasaydı, heç bir ana südəmər körpəsinə süd verməzdi. Heç bir bağban ağac əkməzdi. O ümid eləyir, bu işləri görür. Həyat sönük olardı, həyat mənasız olardı. Ümid etmək yaxşı şeydir. Ümid olmasa insan yaşaya bilməz. İnsan həyatdan bezər. Amma bu ümid gəlib uzun-uzadı arzular səviyyəsinə çatsa və insan elə arzular etsin ki, heç vaxt ona çata bilməz və o arzulara xatir öz real işlərini buraxsın, əldən versin, süstləşsin. Bax, bu arzu tənqid olunur İslamda. Və yaxud əməl etmir, boş arzular eləyir, boş xəyallar eləyir, heç bir fəaliyyət göstərmir, amma arzu eləyir ki, filan şeyim olsun, bəsməkan şeyim olsun. Bax, bu arzu tənqid olunan arzudur. Qur'an-ı Kərim bu ayədə işarə eləyir ki, bunlar səni inkar eləyirlər, Allahı inkar eləyirlər, ahirəti inkar eləyirlər, qafildilər. Bunlar böyük-böyük arzular eləyirlər. Həmən o arzular qoymur ki, gəlib ahirəti dərk eləsinlər, haqqı qəbul eləsinlər. Kimlərsə nəyəsə çatmaq üçün arzu eləyir, amma o arzusuna çata bilməz. Həqiqətdən uzaqlaşır. Bax, belə bir arzu İslamda tənqid olunur. Həzrət Əli əleyhissalam buyurur ki, Əl-əməl lə təntəhi. Uzun-uzadı arzuların sonu yoxdur. Hey, insan arzu etdikcə o arzu yenə gələcək. Heç vaxt sonu bitməz bu arzuların. Ümidi arzuya çevirmək, uzun-uzadı arzuya çevirməyə bir misal vuraq, o da bundan ibarətdir ki, yağış suyu rəhmətdir, bərəkətdir. Əgər lazımı qədər yağsa, onun vasitəsi ilə həyat yaranar, qəhətlik aradan götürülər, onun vasitəsi ilə meyvələr bitişər, bolluq olar, bitkilər bitişər, bitər və s. Amma bu artıq olanda necə? Artıq olanda sellər, daşqınlar olur, fəlakətlər olur, evləri su basır, tsunami olsa necə? Böyük-böyük fəlakətlər baş verər. Bax, eyni ilə buna bənzəyir. İnsan ümid etməlidir, Allaha arxayın olmalıdır. Amma bu ümidi gəlib uzun-uzadı arzulara çevrilsə, artıq onu süsləşdirər.
Nəticəsi nə olar? Nəticəsi insan tənbəlləşər, haqdan uzaqlaşar, axirətdən uzaqlaşar, işlərini təxirə salar. Kumeyl duasında Hz. Əli əleyhissalam buyurur ki: "Və habasani an naf'i bu'du amali." İlahi, uzun uzadı arzularım məni həqiqi reallıqdan, həqiqi xeyrimdən məhrum elədi. İnsan həqiqi xeyrini qoyub arzular eləyir. Hz. Peyğəmbər buyurur ki, mən sizin üçün qorxduğum şeylərdən ən çox, daha çox qorxduğum iki şey var. Mən sizlər üçün çox şeydən qorxuram. Amma bunların içərisində iki şey var ki, onlardan daha çox qorxum var sizlər üçün. Biri ittiba'ul hava, nəfsani istəklərinə tabi olmaq. Digəri tulul əməl, uzun uzadı arzular. Bu uzun uzadı arzular insanı süstləşdirər, həyatı mənasız eləyər. Nəfsani istəklərə tabi olmaq isə insanı haqdan uzaqlaşdırar, Allahdan uzaqlaşdırar. Haqqı müdafiə etməkdən insan əl çəkər. Həqiqi səadətə, axirət səadətinə necə çatmaq olar? Bunu Həzrəti Əli əleyhissalamdan rəvayət olunmuş bir rəvayəti deyək, izah olunacaq bu sualın cavabı öz izahını tapacaq. Bir nəfər gəlir Həzrəti Əli əleyhissalamın yanına ki, ya əmirəl müminin, mənə muvizə elə. Mən istəyirəm məni nəsihət eləyəsən, muvizə eləyəsən. Həzrəti Əli əleyhissalam buyurur ki, lə təkun mimmən yarcul axirətə bi qeyril əməl. Sən muvizə istəyirsən, o insanlardan olma ki, onlar axirəti istəyirlər, həqiqi səadətə qovuşmaq istəyirlər, amma onun uğrunda çalışmırlar, iş görmürlər. Onun əksinə iş görürlər. Bu adamlar axirətə təbii ki, çata bilməz. Bu ümid səfihanə bir ümiddir. İnsan heç bir əməl etmədən nəyəsə ümid eləsin. Heç bir fəaliyyət eləmədən nəyəsə ümid eləsin. Elə bil, bir əkinçi yeri şumlamadan, yerə toxum səpmədən oturub gözləyir ki, Allah Teala buna məsələn buğda verəcək. Buğdası bol olacaq. Bax, belə bir ümid mənasız ümiddir. Düzdür, Allah Teala qadirdir ki, bütün çöllü biyabanı buğdaya çevirsin bir anda. Amma Allah bunu eləmir. Nə üçün? Çünki Allah qanun yaradıb. Bu dünya qayda qanun dünyasıdır. Gərək bir şeyin vəsaitini təmin eləyəsən, hazırlayasan, vasitələri hazırlayasan, sonra oturub ümid eləyəsən. Vasitələri hazır eləməyincə ümid etmək olmaz. Quran-ı Kerim buyurur ki, فَإِذَا عَزَمْتَ فَتَوَكَّلْ عَلَى اللّٰهِ. Elə ki, işə başladın, əzmkar oldun, niyyət elədin bir işi görün, başladın iş görməyə, onda Allaha təvəkkül elə. Yoxsa heç bir şey eləmədən Allaha təvəkkül eləyirəm, ümid eləyirəm, olacaq, olmaz. Dünyanın nağdına qani olmayıb, nisiyəsinə ümid etmək həmən bu uzun uzadı arzulara düçar olmuş insanların halıdır. Elə bil, bir insan əlindəkilərinə qani olmur, nağd bunun əlindədir, reallıq budur, buna qani olmur, ümid eləyir nisiyəyə və oturub gözləyir. Həmən insan uzun uzadı arzulara mübtəla olmuş şəxslərdəndir. Elə xəyal eləyir ki, məsələn, həmişə cavan olacaq.
durub iş görmür. İbadət etmək lazımdır, ibadət eləmir. İbadətini həvalə eləyib, məsələn, qocalığına. İnşallah qocalıqda eləyərəm. Yaş keçsin eləyərəm. Və bu mümkün olan şey deyil. Arzular tükənməz, amma sən də ona çata bilməzsən. Bax, bu arzuların səni haqdan uzaqlaşdırar. Səni həyata süsləşdirər, tənbəl eləyər. Başqalarının hüququnu pozmağa vadar eləyər. Əksər cəhənnəm əhlinin fəryadı bilirsiniz nə olacaq? Hamısı deyər ki, ilahi bizi qaytar. Bizi qaytar dünyaya, biz orada əməl eləyək. Biz işlərimizi təxirə saldıq. Özümüzü islah eləmədik. Dedik ki, inşallah 40 yaşında eləyərik. Amma eləyə bilmədik. Cavan deyir, hələ evlənin filan işi görərəm. Evlənir, sonra deyir, uşaq olsun. Uşaq olur, sonra deyir, uşağın sünnət toyunda. Biraz keçir öz böyük toyunda. Sonra nəvə, sonra nəticə, nəvənin toyu bir də görür ki, ömür qutardı, heç nə də eləməyib. Nə ibadəti var, nə itaəti var. İnsan fəaliyyət eləməlidir, çalışmalıdır. Oturub uzun uzadı arzular heç kəsi bir yerə çıxartmayıb. Həzrəti Peyğəmbər oturmuşdu, səhabələr də onun yanında. Həzrəti Peyğəmbər gözəl bir təmsil vurur öz səhabələrinə. Oturub qumun üstündə bir kvadrat xət çəkir. Dörd bucaqlı kvadrat xət çəkir. Düz onun ortasında bir nöqtə qoyur. Ondan sonra dörd tərəfdən xət çəkir mərkəzə doğru, bu nöqtəyə doğru. Bu kvadratın dörd tərəfindən, hər tərəfdən onlarla xəttlər çəkir mərkəzə doğru. Sonra bir xətti mərkəzdən bayıra çıxardır, kvadratdan bayıra və onun ucunu uzadır ta müntəhasız. Deyir ki, nə qədər istəyirsən uzat. Səhabələr də baxır. Deyir, bilirsiniz ki, bu nədir? Nəyin şəklidir? Dedilər, Allah və Rəsulü yaxşı bilir, ya Rasulallah. Dedi, bax, bu çəkdiyim kvadrat insanın ömrüdür. Mərkəzdəki nöqtə insandır. Bu kvadrat xəttlərdən mərkəzə doğru uzanan xəttlər həyatda insanın başına gələn müsibətlər, bəlalar, çətinliklər, xəstəliklər və s. Ki, bax, hər dəfə bu müsibətlər və çətinliklərlə başı qarışacaq. Hey, birindən qurtarar, o birisinin əlinə düşər. Biri gedər, o birisi gələr. Və bütün ömrü boyu onu əhatə eləyib bu hal. Ondan qurtuluş yoxdur. Amma həmən mərkəzdə, yəni insandan bayıra çıxan xətt isə onun arzularıdır. Uzun uzadı arzular. Bu heç vaxt tükənən deyil. Və onun ömründən çox-çox uzaqlara çıxıb gedib. Ömür çatmaz onun arzularına. Ona görə insan əgər nə çətinlik içərisində olsa da, insan bəlalar və müsibətlər içərisində olsa da, yenə Allaha şükr eləməlidir. Yenə öz işində möhkəm olmalıdır, süsləşməməlidir. Gedib hansısa işdən yapışmalıdır. Boş xəyallar insana heç nə qazandırmaz. Deyir, Musa Peyğəmbər bir dəfə münacata gedirdi. Bir varlı şəxs bunu görür, deyir ki, bəs, ey Allahın Peyğəmbəri, Allahla danışmağa gedirsən, Allaha deyərsən ki, dayı bəsdir, mənim bu qədər var dövlətim var, məndən dayı alsın, başqalarına versin, o qədər kasıb-küsub var, versin onlara.
Deyir, yaxşı deyərəm. Gedir biraz qabağa, bir kasıb bundan rastlaşır, bir kisəsi var əynində, kisəni bükür özünə, yaşayır da bu cür. Deyir ki, Allaha deyərsən ki, bəs mən kasıbam, çox kasıbam. Nə olar, mənə də biraz çörək getirsin. Yaxşı deyərəm. Musa Peyğəmbər Allahla danışır, sonra deyir ki, ilahi sənə də agahdır. Sənin 2 dənə bəndən mən gələndə bir söz tapşırdılar. Biri varlı idi, biri kasıb. Varlı dedi ki, Allaha deyərsən ki, bəsdir. Mənə o qədər verdin, mənim də ehtiyacım yoxdur, başqalarına versin. Deyir, yaxşı. Gedib ona deyərsən ki, şükrümü azaltsın. Mənə təşəkkür eləməyi azaltsın. Mən alaram. Deyir, kasıb da dedi ki, bəs kasıbam, heç deyim yoxdur, mənə də biraz çörək yetirsin, biraz var dövlü pul yetirsin. Dedi, ona deyərsən ki, mənə şükür eləsin. Musa Peyğəmbər dönür, gəlir varlıya, deyir ki, bəs Allah Teala buyurdu ki, sən şükrünü azalt, Allah da alacaq. Deyir, mən nətər şükrümü azaldım? Necə Allaha şükrümü azaldım ki, o mənə hər şey verib, mənim xaliqimdir, mənim neymət sahibimdir. Elə şey olar, mən ona şükür eləməyim. Deyir, onda özün bilərsən. Qanun budur. Şükür eləsən Allah verir, kəsməz. Naşükürlük ruzinin qarşısını alar. Kasıbə deyir ki, bəs Allah Teala buyurdu ki, sən şükür elə Allah verər. Deyir, bu halıma şükür eləyim. Nəyə şükür eləyim mən? Deyir, birdən külək gəldi, onun əlindəki o kisəni də apardı, getdi. Ondan da oldu. İnsan hər bir halında Allah'a şükür eləməlidir. Bir misal da var, dayı demirəm, Vüqar müəllim də buradadır. Dayı demirəm həmən misalı ki, doğrudan da bəzən olur ki, bundan da pis olacaq. İnsan hər bir halına şükür eləməlidir. İnsan qani olmasa, şükür eləməsə və yaxud görsə ki, məsələn, bu halım məni çox incidir, çox əzab çəkir, özündən aşağısına baxsın. Yolu budur. Səbrin yolu odur ki, insan özündən aşağısına baxsın. Adam var, ondan da vəziyyəti pisdir. Adam var, bir çörək tapa bilmir. Adam var, əli yoxdur, geçsin, işləsin. Adam var, ayağı yoxdur, durub fəaliyyət göstərsin. Adam da var, Qarabağda itirib ayağını, heç nə vermirlər. Uzun uzadı arzuların səbəbləri nədir? Səbəbləri birincisi, cahillik və nadanlıq. Cahillik və nadanlıq səbəb olur. Elə bilir ki, məsələn, ölüm gəlib bunu çatmaz. Hələ cavandır, inşallah 40 yaşında ibadət eləyərəm. Elə bilir, ölüm bunun əlindədir. Amma ölüm qoca, cavan, gecə, gündüz, səfər, həzər, yay, qış, heç bir şey tanımır. Həzrəti İsa ilə anası Məryəm xanım birlikdə idilər, söhbət eləyirdilər. Yeməyin vaxtı gələndə İsa Peyğəmbər buyurdu ki, gedin biraz yemək hazırlayayım, gəlirəm. Getdi, bu anda Əzrail nazil oldu Məryəm xanımın yanına. Sən kimsən? Məryəm xanım sual eləyir. Sən kimsən? Deyir, mən uşaqları yetim qoyan, arvadları dul saxlayan, anaların gözlərini yaşlı qoyan şeyəm. Mən ölüməm. Gəlmişəm ki, sənin canını alım. Heç kəsə fürsət vermirəm. Onun canını orada alır. Məryəm xanım. Süleyman Peyğəmbər oturmuşdu öz kürsüsündə, əsasını da tutmuşdu, baxırdı, tamaşa eləyirdi. Onun otağına da padişah da həm Peyğəmbər idi, həm padişah idi. Otağına da adətən icazəsiz girmirlər. Birdən gördü ki, bir nəfər icazəsiz mənim yanımdadır. Sən nətər daxil oldun? Kimdən icazə almırsan, girmirsən otağıma? Dedim, mən heç kəsdən icazə almıram. Mən icazəsiz gəlirəm. İcazələr mənim əlimdədir.
mən ölüməm, Əzrailəm, gəlmişəm sənin canını almağa. Həmən o oturan vəziyyətdə onun canını alır. Və Quran buyurur ki, o halda da qaldı, bir müddətdən sonra bir həşarat onun əsasını başladı yeməyə, əsası çürüdü, ondan sonra yıxıldı yerə. Həmən o halda qalmışdı. Bir arzu da var, müqəddəs arzudur. İnsan gərək həmişə onu arzu eləsin. O da şəhadətdir. Bu, hər kəsə qismət olan deyil, şəhidlik məqamı.